Salam, kanalıma abone ol ve videolardan faydalan. 869-cu ildə Stasov 12-ci əsrin yadigarı məşhur İqor haqqında dastan adlı qədim rus ədəbi əsərinin sujetinə opera yazmağı Baradinə təklif etdi. Sujet Baradinin çox xoşuna gəlmiş və Stasovun ssenari planı əsasında operanın librettosu yazılmışdı. İqor Pulko haqqında dastandakı hadisələr 1185-ci ildə baş vermişdi. Knyaz İqor Qıpçaqlara qarşı yürüşə başçılıq etmişdi. Şöhrətpərəstlik üzündən o, başqa rus knyazlarının köməyinə müraciət etmədən qələbə çalmaq istəmiş, lakin məğlubiyyətə məruz qalmışdı. Knyaz İqor və oğlu əsir düşmüşlər. Məğlubiyyətin baş səbəbi rus knyazlarının öz aralarında apardığı mübarizə idi. Poemanın naməlum yaradıcısı nifaqı, parçalanmanı qəzəblə pisləyən bütün rus knyazlarını birliyə çağırır. Knyaz İqor qəhrəmanlıq mövzusunda epik operadır. Əsərin epik gücü musiqinin qəhrəmanlıq obrazlarında, formalarının monumentallığında özünü göstərir. Əzəmətli musiqi lövhələrində Baradin qədim rus poemasında yüksək vətənpərvərlik ideyasının parlaq təcəssümünü vermiş, vətənin, rus xalqının, onun sədaqətli oğul və qızlarının inandırıcı obrazlarını canlandırmışdı. Operanın musiqisində qarşı-qarşıya duran iki aləmdən, Rusiya və Şərqdən bəhs edən bəstəkar bir tərəfdən rus mahnı yaradıcılığının intonasiya zənginliyindən faydalanmış və digər tərəfdən Qıpçaqların musiqisinin özünə məxsusluğunu müxtəlif vasitələrlə açıb göstərmişdi. Şərq vokal və simli alət melodiyalarının gözəlliyini ustalıqla dinləyiciyə çatdırmışdı. Operada xalq əsas iştirakçılardan biridir. Buna görə də xalqla bağlı olan yüksək vətənpərvərlik ideyasını ifadə edən, vətənin, rus xalqının və onun qəhrəmançılarının obrazlarını səciyyələndirən möhtəşəm səhnələr Knyaz İqorda mərkəzi yer tutur. Opera proloqdan və 4 pərdədən ibarətdir. Proloqda hadisələr qədim rus şəhəri Putivldə cərəyan edir. Xalq başda Knyaz İqor olmaqla döyüşçüləri yürüşə yola salır. Qəfildən qaranlıq düşür. Günəşin tutulmasını cəmaət bəd əlamət sayır. Knyazın xanımı Yaroslavna ərindən xahiş edir ki, yürüşdən imtina etsin. Lakin İqorun qərarı qətidir. Yaroslavnanı onun qardaşı Knyaz Galitskinin öhdəsinə buraxaraq İqor yürüşə yollanır. Proloqu açıb bağlayan əzəmətli eşq olsun xoru rus döyüşçülərinin igidliyini tərənnüm edir. Xoru dinləyərkən Rusiyanın çox uzaq keçmişini dərhal təsəvvürə gətirmək mümkündür. Məhz bu xor nəinki proloqun, həm də bütün operanın qəhrəmancasına səciyyələndirir. Proloqda günəşin tutulmasına aid musiqi lövhəsi çox maraqlıdır. O qeyri-adi təbiət hadisəsinin cəmaətdə doğurduğu halı göstərən orijinal harmonik və orkestr ifadə vasitələri ilə diqqəti cəlb edir. Sonrakı səhnədəki recitativdə qorxuya düşən boyarlar, həyəcan keçirən, sevən Yaroslavna, bir qədər kobud Galinski və mərd, mətanətli İqor təsvir olunmuşdu. Birinci pərdə, birinci şəkil. Vladimir Galinskildə kef məclisi səhnəsi ilə başlanır. İqor yürüşə getdikdən sonra o fürsəti əldən verməyərək öz adamları ilə birlikdə sərxoşluq və azğınlıq edir. Galinski Putivldə Knyaz taxtında oturmağı arzulayır. Hələlik isə sakinləri addımbaşı incidir. Həyasızlıqla qız qaçıran Knyaz onu azad buraxmaq xahişi ilə gələn rəfiqələrini kobudcasına qovur. Birinci şəklin musiqisi öz keyfçilik, əndazəsizlik ruhu ilə proloqdakı ovqatla təzad təşkil edir. Galinskinin mahnısı, gür, cəld rəqslərə yaxınlığı onun boş, mənasız həyat keçirən, kobud, yelbeyin adam kimi xarakterizə edir. Galinskidən rəfiqələrini buraxmaq xahiş edən qızların xorunda Tili xalq ağlarının xüsusiyyətləri incədən incəyə verilmişdi. Birinci pərdənin ikinci şəklində Yaroslavnanın balaxanası təsəvvür olunur. Knyaz arvadı xəbəri gəlməyən sevimli əri üçün darıxır. Qızlar onun yanına gəlib Knyaz Galinskidən şikayətlənirlər.
Birdən knyaz da gəlir. Yaroslavna ondan tələb edir ki, azğınlığa son qoysun. Boyarlar bədxəbər gətirir. Knyaz İqorun qoşunu məğlubiyyətə uğramış, özü isə oğlu ilə əsir düşmüşdü. Qıpçaqlar şəhərə yaxınlaşır. Haray səsləri eşidilir. Hamı Putyvilin müdafiəsinə tələsir. İkinci şəklin musiqisində Yaroslavnanın incəliyi, eyni zamanda möhkəm iradəsi açıqlanır. O vaxtdan az keçməmişdir aryozasında onun həsrəti və təşvişi ifadə edilir. Xarakteri etibarilə ciddi, zabitəli, musiqi tədricən həyəcanlı əhval-ruhiyyəyə keçir. Yaroslavna boyarlarla görüşür. Boyarların birinci xoru kimi ilk dəfə deyil ki, knyaz arvadı xoru da möhkəm qətiyyət və mətanət intonasiyaları ilə zəngindir. İkinci pərdə Qıpçaqların həyatının geniş təsviri ilə başlayır. Qıpçaq qızları Xan Konçakın qızı Kovnanı mahnı və rəqslərlə əyləndirirlər. Konçakovna ürəkdən vurulduğu Knyaz Vladimir İqoreviç haqqında düşüncələrə qərq olmuşdu. Yalnız sevgilisi ilə görüş bu gözəlin kədərini dağıdır, qəlbini sevinclə doldurur. Sevgililərin coşqun məhəbbəti, cah-cəlallı Cənub gecəsinin füsunkarlığı Vladimir Konçakovnanın duetinin həyəcanlı lirik melodiyasında ifadə edilmişdi. Fikrə dalmış İqor gəlir. Qoşunun məğlubiyyəti ona çox ağırdır. Qıpçaq döyüşçüsü ona qaçmaqda köməyini təklif edir. İqorun üzgün qəlbə nə yuxu, nə dinclik var aryası baş qəhrəmanın hərtərəfli portretini yaradaraq burada vətənin taleyi barədə kədərli düşüncələr və azadlıq hərisliyi təsəvvür olunur. Yaroslavnaya məhəbbət göstərilir. Orkestrin aşağı registrində bir-birinin ardınca asta-asta səslənən akordlar knyazın ağır düşüncələrinə həmahəngdir. Aryanın ilk üzgün qəlbə nə yuxu, nə dinclik var sözləri həzin-həzin səslənir. Aryanın əsas qəhrəmanlıq mövzusunda onun "Ah azadlıq, azadlıq veriniz mənə" çağırışı ehtirasla səsləndirilmişdi. İqorun acı xatirələrində onu Putvildə həsrətlə gözləyən Yaroslavnanın obrazı canlanır. Aryanın orta hissəsində səslənən vüsətli, lirik melodiya dərin, səmimi hisslərlə doludur. Lakin İqor yenidən kədərli, qorxulu fikirlər burulğanına düşür. Aryanın sonunda özünü bütün bəlalarda müqəssir sayan knyaz İqorun ruhi üzüntüsü çox güclü ifadə vasitələri ilə verilmişdi. Orkestrda inadla eyni bir not təkrarlandırılır və onun fonunda aşağı istiqamətdə pillə-pillə hərəkət edən tutqun akordlar eşidilir. İqor əsirlikdən qurtulmaq arzusundadır, lakin tərəddüd edir. Axı gizlincə qaçmaq Rus knyazına yaraşmaz. Daxil olur. Öz sağlamdırmı knyaz aryasında qorxunc, qəddar, eyni zamanda alicənab şəxs təsiri bağışlayır. Konçak İqorun nəciblik və igidliyinə heyrandır. O Rus knyazını əziz, hörmətli qonağı kimi qarşılayır. Xan hətta İqoru vətəninə buraxmağa da razıdır. Bu şərtlə ki, Qıpçaqlara qarşı bir daha qılıncını qaldırmayacağına söz versin. Lakin knyaz həmin təklifi rədd edir. Knyazı qəmli fikirlərdən ayırmaq üçün Konçak qaravaşlarına rəqs etməyi əmr edir. Əvvəlcə külək qanadlarında uç mahnı rəqs səslənir və onun melodiyası dönə-dönə təkrarlanaraq hər dəfə müşayiətlə, harmoniyanın ustalığı ilə müxtəlif səpkilərdə irəliləyir. Sonra qarşısı alınmaz güc timsalı olan kəskin kişi rəqsi başlanır. Getdikcə hamı rəqsə qoşulur, daha sonra oğlanların sürətli, mərd xarakterli rəqsi gəlir. Qıpçaqlar xorda xana tərif oxuyurlar. Tədricən bütün qruplar qızğın temperamentli, burulğanı xatırladan rəqsə cəlb olunur. Qıpçaqların şiddətli rəqslərinin qızğın çağırışı, onların çağırdığı bizim xan Konçak tərif sözləri daha ucadan səslənir. Qıpçaq mahnı və rəqsləri balet səciyyəli vokal orkestr suitasından ibarətdir. Qeyd etmək lazımdır ki, operada Baradin Qıpçaqların həyat və məişətini əks etdirən parlaq, əlvan şərq lövhələri yaratmışdı.
Qədimi qıpçaqların musiqisinin bir çox cəhətləri, melodiyaların naxışvariliyi, ritm rəngarəngliyi, ahəng xüsusiyyətləri, şərq simli alətlərini təqlid edən musiqi müşayiəti xüsusən yuxarıda adı çəkilən qıpçaq mahnı və rəqslərində, habelə həmin pərdədə Konçakovnanın musiqi xarakteristikasında orijinal tərzdə əks olunmuşdu. Üçüncü pərdə Xan qoşunu çoxlu qənimət və əsirlərlə qayıdır. Ovlur gizlincə İqora deyir ki, qaçmaq üçün hər şey hazırdır. Vladimir və Ovlura Konçakovna xəlvət qulaq asır. O, Vladimirə yalvarır ki, qalsın. İqor oğlunu tələsdirir. Konçakovna haray salıb Vladimiri ləngidir. İqor qaçır. Qəzəblənmiş xanlar Vladimiri öldürməyi tələb edir. Lakin Konçak bəyan edir ki, Vladimir onun kürəkənidir. Dördüncü pərdə. Putivlin uçuq divarı yanında Yaroslavna İqorun öldüyünü düşünərək ağlayır. Onun ariyası bir çox cəhətdən xalq ağları intonasiyaları ilə səsləşir. Yaroslavna doğma torpağın itki və əzablarına görə acı-acı ağlayan sadə rus qadını kimi göstərilir. Ariya hər yeni təzahürdə başqa variantda səslənən ayrı-ayrı beytlərin bir-birini sərbəst əvəz etməsi üzərində qurulmuşdu. Ariyanı başlayan və təkrar-təkrar qayıdan mövzu əslində ağının özüdür. Ağının musiqisi öz inkişafında sözlərin məzmunu ardınca gedir. Yaroslavnanın İqora qovuşmaq istəyindən bəhs edən Köçəri qu quşu təkmən epizodu mülayim və səmimi səslənir. İqorun öz ariyasının orta bölməsində arvadına xəyalən müraciətlə oxuduğu melodiyanı indi Yaroslavna eyni ilə təkrar edir. Bu operanın hər iki baş qəhrəmanının məhəbbət və sədaqətinin işıqlı, rəvan, lirik melodiyasıdır. Yaroslavnanın təbiət qüvvələrinə, küləyə, Dneprə, günəşə müraciətləri dərin, gözəl hisslə doludur. O çox yalvarır ki, İqor ona qaytarılsın. Yaroslavnanın ağısı bilavasitə kəndlilərin xoru ilə əvəz olunur. Çox səsli xor demək olar ki, davam etdiyi bütün vaxt ərzində orkestr müşayiəti olmadan səslənir. Axıcılıq, melodik dönmələr, köməkçi səslər üzərində qurulmuş məqamlar Borodinin xalqın mənəvi həyatına dahiyanə nüfuzuna, Rus xalq mahnısının ruh və quruluşuna ustalıqla yiyələnməsinə parlaq sübutdur. Uzaqda iki atlı görünür. Yaroslavna knyaz İqoru tanıyır, onun qayıtmasını xəbər verən zəng səslənir. Xalq sevinclə knyazı alqışlayır.